Salyanın Xələt kəndi ərazisindəyik və Xələt kəndində hamının tanıdığı bir məşhur pir var. Bu Sarı Seydan piridir. Yolumuz Sarı Seydanadır. Tarixi mənbələr göstərir ki, bu məzarda yatan Övliya Sarı Seydan Məhəmməd Peyğəmbərin nəslindən olub və Şah Təhmasibin dövründə İrandan din düşmənlərindən qaçaraq gəlib burada yaşayıb ömrünün sonuna qədər. Sakinlərin dediyinə görə mərhum məlum şəhid fəqih Salar Seyyidan Seyyid Saləddin 1721-ci ildə bu ərazidə Rus-Müsəlman davasında şəhid olub və çox böyük alim olub, çox böyük fəqih olub və onun məzarı əsrlərdir ki, ziyarətgah kimi qəbul edilir.